Azərbaycan Türk Dövlətləri Təşkilatında birləşdirici rol oynayır. Yəni bizim həm yerləşdiyimiz coğrafiya buna imkan verir, həm dövlət başçımızın apardığı siyasət buna imkan verir. Parlamentin 7-ci çağırış iclasının 7-ci çağırışın 1-ci iclasında çıxış edəndə dövlət başçımız qeyd etmişdi ki, bizim başqa aləmiz yoxdur, bizim aləmi Türk dünyasıdır, Türk dünyasıdır demişdi. Təbii ki, bu müdrik kəlam, dövlət başçımızın müdrik kəlamı üzərində bizim əməkdaşlığımız inkişaf edir. Azərbaycan bugün cənub, şimal, qərb, şərq nəqliyyat dəhlizləri ərsəyə gətirmişdir və bu nəqliyyat dəhlizləri vasitəsilə Asiyada Türk ölkələrin Avropa ilə əməkdaşlığı üçün imkanlar yaratmışıq. Azərbaycanın Xəzər dənizindəki dəniz donanması, o cümlədən Bakı Beynəlxalq Ticarət Limanı və bu ticarət limanının yük götürmə, aşırma gücünü 12 milyon tondan 25 milyon tona qədər artırılmağımız, həm də ki Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi və keçən il əlavə investisiya qoyularaq Gürcüstandan keçən hissəsinə əlavə 100 milyon investisiya yatırılaraq bu xəttin dəmir yolunun yük ötürmə gücünün 1 milyon tondan 5 milyon tona artırılması həm də Türk dünyasında iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsinə yol açır.